Salam əziz şagirdlər. Biz sizinlə bugün cümlə özünün əlavəsi haqqında danışacağıq və qeyd etmək istəyirəm ki, əlavə son illərdə buraxılış imtahanlarına tez-tez düşən mövzulardan biridir. İlk öncə əlavə haqqında qısa məlumat verək. Cümlədə özündən əvvəlki üzvü izah edən, dəqiqləşdirən sözə və ya söz birləşməsinə əlavə deyilir və əlavə aid olduğu cümlə üzvündən sonra gəlir. Əlavələr aid olduğu sözlərdən tire ilə ayrılır. Bəzən tire əvəzinə virgül işarəsindən də istifadə oluna bilər. Əlavə işlənən cümlədə, birinci cümlədən də gördüyümüz kimi yəni bağlayıcısı işlənə bilər. Əgər yəni bağlayıcısı işlənirsə, özündən əvvəl mütləq və mütləq virgül qoyulmalıdır. Məsələn, birinci cümləyə diqqət yetirək. Aşağıda, yəni çayın kənarında xeyli adam var idi. Yalnız aşağıda sözünü işlətdikdə cümlədə olan fikir bizə tam aydın olmur. Lakin çayın kənarında ifadəsini işlətdikdə artıq cümlə haqqında bizdə tam fikir formalaşır. Eynilə ikinci cümləyə baxaq.